tez parçalanır. O boyda dünyanın ən güclü avtoritar rejimi Sovetlər Birliyi də darmadağın oldu. Bir diktaturanın parçalanmağının əsas səbəbi gücün bir qrupun əlində toplanmasıdır. Demokratiya sistemlərində güclər bərabər olur. Azlıq çoxluğu, çoxluq da azlığı idarə edir və bir-birlərinə təsir edirlər. Xalq seçim eləyir və güclər balansı var. Amma diktatura rejimlərində güclər balansı yoxdur. Güclər bir qrupun əlində olduqca o qrup yozlaşır, daha çox zənginləşir, daha çox səlahiyyət əldə edir, daha çox zənginlik əldə edir və şan şöhrət cah-cəlal içində yaşayır. Məsələn, bugün Əliyevlər ailəsi, Paşayevlər ailəsi, Mehriban Əliyevin BBC uşaqları, BBC nəvələri, xalası uşaqları bugün milyonlar içində yaşayır. Şəxsi restoranlar, yaxtalar, təyyarələr, şəxsi nə bilim, deyək ki, təyyarələrlə dünyanı səyahət edirlər, keyf içində yaşayırlar. Amma Azərbaycan xalqı it günündə yaşayır. Və yaxud da cəmiyyətin böyük bir hissəsi səfalət içində yaşayır. Bunun da səbəbi Azərbaycanda diktatura rejiminin olması. Çünki Azərbaycan İlham Əliyevin və Paşayevlər ailəsinin diktəsi ilə idarə olunur. Hə, bəzi nüanslarda bu cür diktatura rejimləri sərfəlidir. Məsələn, Qarabağ məsələsində həqiqətən də diktaturadan biz faydalandıq. Amma insanların həyatı üçün, yaşaması üçün, insanların dolanışığı üçün, insanların bir cəmiyyətdə ədalətli şəkildə yaşaması üçün, hüquqla, haqqla qarşılaşması üçün avtomatik olaraq demokratiya lazımdır. Demokratiya olmadığı zaman bir insan o ölkədə yaşamaq istər. Ona görə Suriyadan, İraqdan qaçan bir müsəlman heç bir zaman Əfqanistana və yaxud da İrana müsəlman ölkəsi deyə getmir. Hara gəlir? Almaniyaya, İsveçə, Norveçə. Niyə? Çünki burada demokratiyadır. Amma Əfqanistanda, İranda diktaturadır. Bilir ki, onun haqları, hüquqları hətta müsəlman ölkəsi olmağına baxmayaraq tanınmayacaq. Onu insan yerinə sayan olmayacaq. Çünki diktatura rejimlərində hansı dinə mənsub olur olsun, hansı mədəniyyətə, hansı əxlaqa sahib olur olsun, o dövlət bəlli bir qrupun əlindədir və o qrupun istəklərinə görə yönləndirilir, çıxarlarına görə idarə olunur. Ona görə də demokratiyada isə belə deyil. Demokratiyada çoxluq nə dedisə, çoxluq nə istədisə, çoxluq necə tələb elədisə, o cürdə olur və hətta azlıqların belə istəkləri, arzuları, yaşam standartları nəzərə alınmaqla. Demokratik cəmiyyətlərdə haqq var, ədalət var, dürüstlük var. Demokratik cəmiyyətlərdə kontrol var, ən önəmlisi. Ona görə də bir qrup heç nə eləmədən zənginləşə bilmir. Demokratik cəmiyyətlərdə mütləq ki, bir istedadın olmalıdır, bir bacarığın olmalıdır. Sən bir şeylər təklif eləməlisən cəmiyyətə ki, yüz minlərlə insan, milyonlarla insan sənin o bacarığından faydalanıb bir şeylər əldə eləsin və sən zənginləşəsən. Amma diktatura rejimlərində yetər ki, sən sadəcə diktə eləyən ailəyə çox yaxın olasan. Məsələn, Putinin dostları, tanışları və yaxud da Azərbaycanda Mehriban Əliyevanın BBC uşaqları, xalası uşaqları, BBC oğlu, BBC nəvəsinin xalası oğlu belə Azərbaycanda heç nə eləmədən sadəcə evində oturmaqla yüz minlərlə pul qazana bilir. Nə var nə var? Mehriban xanımın qohumudur. Vəssalam. Məsələn, deyək ki, hansısa bir restoran müdürü, hansısa şadlıq evinin müdürü və yaxud da hansısa bir quşçuluq fabrikinin müdürü vergi borcu yaranır. 100 min, 200 min Vergilər Nazirliyi deyir ki, 200 min ödəyəsən. Müəllimin yanına gəlir, deyir ki, bəs salam mələkim, məndən 200 min istəyirlər. Ala bu 100 mini bir dənə zəng elə mənə tapşır da zəhmət olmasa. Heç nə eləmədən, heç bir şey evindən belə çölə çıxmadan sadəcə Mehriban Əliyevanın qohumusan deyənə, sadəcə ona zəng eləyib kiməsə sən, yəni təsəvvür et ki, Mehriban Əliyevanın BBC nəvəsi Vergilər Nazirliyinin hansısa bir şöbəsinə zəng eləyib deyəndə ki, mən Paşayev filan kəsəm, filan xanımın BBC nəvəsiyəm, mənim dostumun obyektinlə işiniz olmasın. Hansı Vergilər Nazirliyinin bir işçisinin cəsarəti çatar ki, o iş məsələni örtbasdır eləməsin? 100 min də cibdədir. Bitdi. Sən bu cür rejimlərdə sadəcə və sadəcə idarə edən ailəyə yaxınsan deyənə milyonlar sahib ola bilərsən. Bugün Mehriban Əliyevanın mənə deyin görüm, BBC uşaqları, xalası uşaqları, xalası nəvələri, BBC nəvələri, kimlərin bir dənə qeyri-adi istedadı var, fitr istedadı var, savadı var. Yox, sadəcə yəni ailəyə yaxındılar. Prezidentin ailəsi ilə qohumsansa zaten milyonlar öz axır. Vəssalam. Amma təbii ki, demokratik rejimlərdə belə şeylər mümkün deyil.
Mümkün deyil. Çünki yoxlamalar var, kontrollar var. Sən prezidentin və yaxud da hansısa bir yüksək vəzifəli məmurun qohumu olsan belə heç nə eləyə bilmirsən. Təsir eləyə bilmirsən, çünki təsir mexanizmin yoxdur. 100 dənə yoxlama var. Üstü açılarsa çevriliş olur. Zaten səni tullayırlar bayra. Çünki qrupların, çox qrupların, müxtəlif qrupların maraqları var. Sadəcə bir ailənin deyil, böyük bir kütlələrin maraqları var. Yüz minlərlə, bəzən milyonlarla ailələrin, insanların maraqları var. Yəni hakimiyyət xalqın əlində olduğu zaman bu cür fərasətsiz, bacarıqsız, sadəcə kiminsə qohumudur deyənə milyonlara sahib olmur. Ona görə Azərbaycan cəmiyyəti ədalətsiz cəmiyyətdir. Ona görə Azərbaycanda güclü zəifi əzir. Çünki başından yanlışdır. Diktatura rejimlərinin bu öz xüsusiyyətidir. Ona görə Azərbaycan xalqı pis xalq deyil. Azərbaycanda sistem yanlış qurulub. Bu sistemi dəyişməsi üçün də təbii ki, xalqın cəsarəti olmalıdır. Cəsarətsiz xalq bu sistemi dəyişə bilməz. Bir sistemin dəyişməsi üçün, yəni bu cür avtoritar və diktatura rejimlərinin dəyişməsi üçün o rejimlər yıxılmalıdır, dağılmalıdır, parçalanmalıdır. Ondan sonra yenisi yaranmalıdır. Yanlış fundament üzərində, yanlış bünövrə üzərində tikilmiş bina da yanlışdır. Onu kökündən yıxmalısan, yenisini tikməlisən. Məndən bu qədər. Bütün avtoritar rejimlər gec və ya tez parçalanır.